Son günlər taksi qiymətlərində xeyli artım müşahidə olunur. Qeyd olunur ki, əvvəlki dövrlə müqayisədə taksi xidmətləri təxminən 10-20% daha baha başa gəlir. Məsələn, bir ay əvvələ qədər 4 manata qət edilən məsafə üçün indi təxminən 7-8 manat təklif olunur. Taksi sürücüləri qiymətlərin artımını son günlər yanacağın qiymətlərinin yüksəlməsi ilə əlaqələndirir. Təbii ki, sərnişinlər də bu məsələdən narazıdırlar. Məsələni daha yaxından araşdırmağa çalışdıq. Vəziyyət necədir bax hazırda? Vəziyyət pis, iş zəifdir. Taksi sürücüləri bankrotda oturublar hamısı. Artmıyor heç nə. Deyirlər axı qiymətlər artıb təxminən 1-2 manat, 3 manat daha baha qiymətə gedirlər. Heç nədir xanım. Buradan razına 3 manat 10 qəpik yazır. Onun da benzini, şirkətin pulu, o birisi, bu birisi. Bizə nə qalır onun üstündə? Maşının amortizasiyası, hamısı şərtdir də. Yanacağın qiymətinin qalxması nə qədər təsir edib sizə? Çox təsir edir. 5 qəpik qaldırıblar təzyiqindən, 1 manat 15 qəpik olur. O da bizə təsir edir də. Bir Nəsəbxozda yaşayıram mən. Oradan bura manat yarıma gəlir adam birini, eləcə ilə manat yarımdır. Bəs o qiymət artımı hansı taksilərdə olur? O qiymət artımı bəlkə o şirkətlərə aiddir, bizə aiddir. Yəni buradan Binə Sədərək bazarına adam birini 3 manatdan aparırdım. İndi heç çox vaxt o 3 manat falan yox, elə 10 manata gedirəm, 12 manata da gedə bilmirəm. Benzin qalxmağına baxma, elə cəmaatda vəziyyət yaxşı deyil, cəmaatın yanı durumu yaxşı deyil. Ona görə də bizdə heç bir fərq eləmir, elə əksinədir. Yanacaq həman qazançdır, qiymət də artır, heç bir, yəni ziyandan başqa heç bir xeyri yoxdur. Bunun ərzaqda hər şey qalxıbdır, hər şey qalxır. Ona görə də sərnişin demək olar ki, çox zəifçilikdir, çox. Hamı çalışır ki, avtobusla geçsin, lap aşağı qiymət. 1 manata yox, nəinki 80 qəpiyə geçsin, amma 1 manata getməsin. Yəni cəmaatın vəziyyəti elə xoşuna gələn deyil. Qalxmır, yəni stabil qalıbdır, yerindədir hamısı. Yəni stabil yerindədir, heç bir qiymət qalxmır. Yanacaq qalxıbdır, amma biz onu qaldırmamışıq da. Yəni ki, bugünkü gündə biz görürük ki, cəmaatın maddi vəziyyətinə görə biz qaldırmırıq qiymətləri. Amma yanacaq qalxıb. Taksilərdə son vəziyyət proqramlara qalsa, demək olar ki, yolçuluq dilənçiliyidir. Elə qiymətlər qoyublar ki, yalnız elə benzinin pulu çıxsın, bir də ki, özlərinin faizi çıxsın. Onlar sürücünü düşünmürlər, bu bir. İkinci cəhətdən də ki, taksidə ümumiyyətlə iş yoxdur. Yəni, cəmaat tam kasıbçılıqda gələ kimləsə olar ki, taksidən istifadə edir. Ona görə ki, vəziyyət bizdə də pisdir. Səhər sübdən ödə dayanmışam, mənə siftəzad yoxdur, heç nə yoxdur. Qiymətlər artıb deyirlər. O harası artıb, hansı qiymət artıb? Bir çıxardı, bir görsəsinlər ki, görə hansı qiymət artıb. Hara getsin, o qiymət ancaq benzinin puludur. Bir də ki, onların faizlərdir. Sənin 40-50 qəpik qalsa, 20 kilometr, 25 kilometr, 1 manat qalsa, Allah'a şükür edəcək. Yəni, onu demək istəyirlər onlar. Ən yaxşı 189 da qiymətini salıb 0 qiymətini. Qabaq işləyirdim oyuna, o da salıb 0 qiymətini. Müslümanla nə işləmək olacaq? Hamısı cəmaat necə bizdə belə, qalmışıq avara. Taksilərdən çox istifadə eləmirəm, amma arada bir olur. Yəni, az sifariş edirəm. Bəs son günlərdə taksi qiymətlərində artım müşahidə etmisinizmi? Xüsusən son günlərdə yox, amma son illərdə artım hiss eləmişəm. Yəni son günlərdə kəskin bir artım hiss eləməmişəm. Son 3-4 ildə hardasa bir 30%-ə də artım olub. Amma yenə də, yəni məncə ictimai nəqliyyatın qiymətinə baxanda taksi kəskin baha deyil. Hazırki qiymətlərdən razısınızmı? Gündəlik istifadə üçün yox, amma taksi ayda bir dəfə, 2 dəfə istifadə üçün normaldır. Qiymətlərdə artım xeyr. Əslində qiymət yaxşıdır, yəni orta təbəqə üçün. Bəli, yaxşıdır. Son bir ay ərzində yəni qiymətlərdə artım görməmisiniz? Xeyr. Mənə görə metro yəni standart, çünki metro ilə daha çox gəlib gəlməyə daha əlverişlidir mənə görə. Amma yəni taksi də uzun yollar üçün daha yaxşıdır. Qiymət artımı hiss etmisinizmi taksilərdə? Cüzi az bir fərqlə. Az bir fərqlə. Nə vaxtdan o müşahidə etmisiniz? Yəni neçə vaxtdır? Nə vaxtdan deyəndə belə demişəm, 1-2 ay ərzində həm biraz cüzi bir fərqlə, yəni yeni il ərəfələrindən əvvəl və yaxud da biraz sonra. Yəni az bir fərqlə fərq edir. Təxminən neçə manat fərq etmisiniz? Məsələn, belə deyim, gediş haqqına baxın. Məsələn, əvvəl olsa taksilərdə də belə idi. Tutam yaxın məsafələr daha çox yazırdı, uzaq məsafə biraz artıq yazırdı. 3 manatlıq yer məsələn indi ola bilər ki, 380-390 yazır. Yəni böyük bir fərqlə deyil. Necə ki, avtobusun gedişi haqqında məsələn əvvəl gedirdi 50-55, indi qalxıb 65, elə yer var 70, həmin bir şeydir. Qiymətlər əvvəlki illə müqayisədə çox bahadır. Təbii ki, ümumilikdə yəni taksi qiymətləri olsun, digər yəni eşitmişik ki, metro qiymətləri də qalxacaq. Ümumiyyətlə yəni ümumi ictimai nəqliyyatın qiyməti təbii ki, xalq bundan narazıdır. Niyə? Çünki maaşların artım faizi ilə müqayisədə digər xalqın istifadə etdiyi nəqliyyat vasitələri olsun və yaxud gündəlik ehtiyac və tələbatlarını ödəmək üçün
almaq istədiyi hər hansı bir məhsul olsun, təbii ki, onunla müqayisədə artım faizində ciddi yüksəlişlər olur. Məsələn, marketə gedirsən, bir gün məsələn qiymət bu olur, sabah gelsən görsən qiymət dəyişib.